Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə istintaqının hazırki mərhələsində zərərçəkənlər ifadə verirlər. 1991-1992-ci illərdə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycana və xalqımıza qarşı törədilmiş həmin illərdəki cinayət hadisələri məhkəmə prosesində araşdırılır. Subutlar, sənədlər təqdim olunur. Qeyd edək ki, həmin vaxtda 1991-92-ci illərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğalı üzrə toplanmış çoxsaylı sənədlər tədqiq olunur. Məhkəmə prosesində həmin vaxtı baş vermiş cinayət hadisələri üzrə toplanan sənədlər, hadisə yerinin baxış protokolları, foto şəkillər, video materiallar nümayiş olunur və bununla bağlı həmin ərazilərdən didərgin salınan, yurd yuvasından qovulmuş Azərbaycanlılar, Şuşa rayonu və kəndləri, mərkəzinin, şəhərinin sakinləri məhkəmədə ifadə verirlər. İfadələrdə nələr qeyd olunur? Bir neçə məqamı mən diqqət çəkmək istəyirəm. Qeyd olunur ki, 1991-ci ildə artıq ermənilər Azərbaycanın alınmaz qalası sayılan Şuşanı almaqdan ötürü ətraf kəndlərə hücumlar edirdilər. İlk öncə 1991-ci ildə o vaxtlar Şuşanın ərazisində olan, sonra da isə Xocalının inzibati ərazisinə daxil olan Malıbəylidə, bundan başqa Şuşanın digər bir kəndi olan Quşçularda, digər ərazilərdə çoxsaylı cinayət hadisələri törədilirdi və müxtəlif tipli raketlərlə, müxtəlif silahlarla həmin kəndlərə hücumlar olunurdu. Və nəhayət ki, yəni düşmən məqsədinə çatmaqdan ötürü əhalini mütəmadi olaraq hədəfə alırdı, mülki insanları. Həmin vaxtda çoxsaylı vətəndaşlarımız qətlə yetirildi və su təchizatı Şuşanın partladıldı, benzin doldurma məntəqələri partladıldı, evlərə qrad tipli raketlərdən atəşlər açıldı, çoxsaylı vətəndaşların evləri, mülkləri dağıdıldı, sosial iaşə obyektləri dağıdıldı və 1992-ci il fevralın 11-də adı çəkilən həmin o iki kəndi düşmən işğal etdi. Ermənistan silahlı qüvvələri həmin iki kəndin işğalı nəticəsində burada ifadələrdə də qeyd olunur. Azərbaycanın 16 mülki vətəndaşı qətlə yetirildi. 12 nəfər girov götürüldü. 6 nəfər itkin düşdü. Hansı ki, onların taleyindən xəbər yoxdur. Həmin Malıbəylidə 31, digər kənddə isə 43 vətəndaşımız yaralandı. Ümumilikdə iki kəndin 510-dan çox sakinlinə külli miqdarda ziyan dəydi. Ardınca isə 1992-ci ildə mayın 7-dən 8-nə keçən gecə Şuşa dörd bir tərəfdən atəşə tutulurdu. Zərərçəkənlər ifadələrində qeyd edirlər ki, həmin vaxtda Şuşaya güllə yağış kimi yağırdı və düşmən məqsədinə çatdı, mayın 8-də Şuşanı işğal etdi və ifadələrdə də qeyd olunur ki, zərərçəkənlər bildirirlər ki, həmin vaxtda mülki insanların şəhərdən çıxmasına dəhliz belə, humanitar dəhliz belə verilməmişdi. Məhkəmə prosesində hal-hazırda zərərçəkənlərin böyük bir qismi iştirak edirlər, həm də onlar zərərçəkmiş qismində məhkəmədə əyləşiblər, onların hüquqlarını vəkilləri müdafiə edirlər. Bizim bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş reportajımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.